Soruşursan ki, öz həyat yoldaşına zulm edən kişiyə nə nəsihət edərdin? Yəni, burada qəsd zulm necə ola bilər? Yəni, kişi həyat yoldaşından uzaq düşməsi, üz döndərməsi, onunla pis müamilə eləməsi, haqlarında təqsiri olmasıdır. Zülmü bu ola bilər. Təbii ki, belə olduqda o kişiyə nəsihət olunur, başa salınır və Peyğəmbər sallallahu hədislərlə onlara bildirilir ki, Allahdan qorxmalısan. Yəni, Allah Subhanahu taala əmr edir ki, qadınlarınızla gözəl rəftar edin və aşirihunna bil ma'ruf. Onlarla gözəl rəftar edin, gözəl müamilə edin. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm bildirib ki, qadınlar sizin yanınızda əsirlərdir. Onlarla yumşaq davranın. Həmçinin onları qavarir adlandırır, yəni incə şüşələr adlandırıbdır ki, yəni onlar tez qırılırlar. İncə şüşə tərpənəndə tez qırılır. Yəni onlarla yumşaq davranmağı, gözəl davranmağı əmr edibdir. Yəni əksini edirsə də insan bu Peyğəmbər sallallahu əleyhi və səlləmin hədislərinə, Allah Subhanahu taalanın sözünə müxalif olmuş olur. Buna görə də günah daşıyır. Və zulm da qiyamət günü nə deyir? Zülmətdir. Allah Taala nə deyir? Qudsi hədisdə deyir ki, ey qullarım, mən zulmü öz nəfsimə haram etdim və sizlər arasında haram etdim. Yəni zulm etməyin. Yəni bir-birinizə zulm etməyin. Gənc Allah bilir. Yəni həmin kəsə sual versən ki, sənin ananla, bacınla və yaxud da ki, qızın varsa qızından onların həyat yoldaşları pis rəftar eləməsini istəyirsənmi? Cavab verəcək ki, yox. Yəni o da kiminsə qızıdır. O da kiminsə bacısıdır. Yəni həyat yoldaşı da, yəni ona görə də yəni nə tər istəyirsən ki, səninkilərlə müamilə olunsun, sən də onunla elə müamilə elə. Gənc Allah bilir.